Daxili İşlər Naziri General Polkovnik Vilayət Eyvazov Respublikanın şəhər rayon polis orqanları və daxili qoşunlarda xidmət etmək arzusunda olan gənclərin növbəti sıra baxışına keçirib. Bakı şəhərində keçirilən sıra baxışında Daxili İşlər Nazirliyinə onlayn qaydada müraciət edən gənclərdən daha hazırlıqlı olan 120 nəfər seçim turunun növbəti mərhələsinə buraxılıb. Onlardan 13 nəfəri vətən müharibəsi iştirakçısıdır. Gənclər qarşısında çıxış edən Nazir Vilayət Eyvazov seçim turunun digər mərhələlərindən də uğurla keçən daxili işlər orqanlarında xidmətə qəbul ediləcək gənclərə gələcək fəaliyyətlərində uğurlar arzulayıb, tapşırıq və tövsiyələrini verib. Qeyd edək ki, Daxili İşlər Naziri Vilayət Eyvazov tərəfindən 2025-ci il ərzində Respublikanın şəhər və rayonlarında ümumilikdə 21 sıra baxışı keçirilib. Xidmətə qəbul üçün Daxili İşlər Nazirliyinə onlayn qaydada müraciət edərək sıra baxışında iştirak etmiş gənclərdən 4392 nəfər seçim turunun növbəti mərhələsinə buraxılıb ki, onlardan da 435 nəfəri vətən müharibəsi iştirakçısıdır.